Değerli şagirdlər, 7-ci sualda verilib ki, A-nın hansı qiymətində verilən tənliyin köklərindən biri 2-yə bərabər olar? Əgər belə bir sual görsən, köklərdən biri deyir neçəyəsə bərabərdirsə, A-nı tap, B-ni tap. Gətirib kökün yerinə, x-in yerinə 2-ni yaz, A-nı tap, vəssalam. Yəni, x kvadrat minus 3ax plus 5 tənliyində mən x-in yerinə harda x görürəm 2-ni yazmalıyam. 2-nin kvadratı minus 3a vur 2 plus 5 bərabərdir 0. Sağ tərəfə keçirdəcəyik. 4 çıxılsın 3a vurulsun 2 plus 5 bərabərdir 0. Mənfi 6a bərabərdir. 5 digər tərəfə keçdi, mənfi 5. Müsbət 4 digər tərəfə keçdi, minus 4. Mənfi 6a bərabərdir, mənfi 9. A bərabərdir. Mənfi 9-u mənfi 6-ya bölürəm. Cavab müsbət olacaq bizdə. Yəni, deməli, 1,5. A-nın 1,5 qiymətində. O da olacaq C variantı.